Salam, hər vaxtınız xeyir olsun. Uğur Akademi onlayna xoş gəlmisiniz. Mən kimya üzrə təlimçi Nəbiyeva Gülnur bu günləri sizə kimyanın ilk anlayışlarından maddə və cisim, maddənin xassələrini haqqında məlumat öyrənəcəksiniz. Siz niyə Uğur Akademini seçməlisiniz? Əvvəlcə onu deyim. Uğur Akademi həm onlayn dərslər keçir. Onlayn dərsləri bizdə peşəkar müəllimlər dərs deyir. Onlayn tədrisdə sizə vaxta qənaət edir. Siz əlavə yolda vaxt sərf etmirsiniz onlayn tədris vasitəsilə. Evdə oturub onlayn dərslərə qoşulursunuz. Yolda sərf etdiyiniz vaxtı isə siz əlavə yüzlərlə test işləyə bilərsiniz. Dərslərinizi hazır edə bilərsiniz. İndi kimya haqqında məlumata başlayaq. Kimya maddələri, onların tərkibini, quruluşunu, xassələri, çevrilmələri və bu çevrilmələr zamanı baş verən prosesi öyrənən elmdir. Kimyanı kimya, məktəb kimyası 3 hissədən ibarətdir. Ümumi kimya, qeyri-üzvi kimya və üzvi kimya. Ümumi kimya nəzəri hissəni öyrənir. Ümumi kimya olan hissədə siz kimyanın ilk anlayışları, maddə miqdarı mol, atomun quruluşu dövrü sistem və sair mövzular keçəksiniz. Qeyri-üzvi kimyada qeyri-üzvi maddələri, onların tərkibini, birləşmələri, xassələrini, üzvi kimyada isə üzvi maddələri öyrənəksiniz. Biz ümumi kimyanın bir bölməsi olan kimyanın ilk anlayışları bölməsini biz 4 dərsdə sizə izah eləyəcəm. Maddə və maddənin xassələri, ikinci maddənin təsnifatı, qarışıqların ayrılması üsulu, ikinci maddənin təsnifatı, üçüncü bölmədə qarışıqlar və onların ayrılması üsulu, dördüncü bölmədə isə fiziki və kimyəvi hadisələri öyrənəksiniz. İndi bu günləri maddə və onun xassələrini əvvəlcə öyrədim sizə. Birinci plan olaraq maddə və onun xassələrini öyrənsiniz. Bizim dərslərə qoşulmaq üçün isə Bizim dərslərə qoşulmaq üçün 051 579 17 43 055 579 17-43 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Kimya üzrə əlaqə saxlamaq istəyirsinizsə, bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. İndi maddə və cisim haqqında anlayış deyək. Maddə nədir? Maddə o idi ki, materiyanın bir növü olub, kütlə və həcmə malikdir. Cisim isə ətrafımızda olan cisimlərin hamısı maddələrdən təşkil olunubdur. Biz maddə olaraq adi bir evdə istifadə etdiyimiz xörək duzu. Xörək duzunun formulu bilirsiniz ki, xörək duzunun formulu natrium xlordur. Xörək duzunu biz yalnız bir dəfə istifadə edirik. Amma evdə istifadə etdiyimiz qaşığı isə biz yuyub dəfələrlə istifadə edə bilərik. Mən maddə və cismi asan uşaqlar yadda saxlasın deyə belə bir üsula əl atmışam ki, maddəni yalnız bir dəfə istifadə edirik, cismi isə bir neçə dəfə istifadə edirik. Bəli, dedim ki, maddəni yalnız bir dəfə istifadə edirik, cismi isə bir neçə dəfə istifadə edirik. Sonra bilirik ki, bir maddədən bir neçə cisim hazırlanmasında istifadə oluna bilər. Məsələn, qızıldan görürsünüz ki, qızıldan kubokun hazırlanmasında istifadə ediblər, qızıldan saatın hazırlanmasında,
qızıldan medalın hazırlanmasında, qızıldan üzüyün hazırlanmasında, bir də qızıldan qaşığın hazırlanmasında istifadə ediblər. Yəni eyni bir qızıl maddəsindən bir neçə maddənin hazırlanmasında istifadə ediblər. Və yaxud da ki, bir cismi bir neçə maddədən də hazırlaya bilərik. Məsələn, burada özləri misal göstəriblər ki, çəkici rezindən hazırlayıblar, çəkid cismini rezindən, metaldan və taxtadan hazırlayıblar. Yəni bir dənə cismi bir neçə maddənin hazırlanmasında istifadə ediblər. Burada görürsünüz ki, cisim və maddəni seçmək verilib. Bunu tapşırıq olaraq mən indi tapşırıq olaraq dəftərə yazıram. Şəklini siz özünüz götürüb cavabları ata bilərsiniz. Nömrəni yenidən göstərirəm. Cavabları 051 579 17 43 055 579 17 43 nömrəsinə ata bilərsiniz. Burada tapşırıq hissəsində maddə və cisimləri müəyyən etməliyik. Dəmir, masa, su, oduncaq, stəkan, nişasta, karbon qazı, alüminium qaşıq, dəmir xlorid, mis naqil, benzin, şəkər, toxum, hava, çay sodası, çay qaşığı, mis naqil, misk oksid, gümüş, stul, termometr, alüminium, menzurka, xəkkeş, qələm, sulfat turşusu, bir də kalium oksid. Buradan cisim və maddəni mən əvvəlcə üçünü qruplaşdıracağam. Hərəsinə aid 3 dənəsini qruplaşdıracağam. Digərləri qruplaşdırmaq sizədir. Məsələn, dəmir parçasını, bir də dəmiri burada element kimi götürübdür. Dəmir elementi kimi maddədir. Dəmir element kimi götürülüb deyə maddə. Maddənin altına yazırıq. Masanı biz bir neçə dəfə istifadə edirik. Bu cisimdir, masa. Sonra suyu yalnız bir dəfə, bir suyu yalnız bir dəfə istifadə edirik. Su, oduncağı bircə dəfə yandırırıq, kül olur. Oduncaq. Sonra stəkanı biz bir neçə dəfə istifadə edirik. Digərlərini siz özünüz belə qruplaşdıraraq yazın və bayaq qeyd elədiyim nömrəyə ata bilərsiniz. Nömrəni yenidən deyirəm. 051 579 17 43 055 579 17 43. Uğur Akademidə Uğur Akademi onlayn tədris mərkəzində siz də dərslərinizi bütün fənlərdən belə vaxt qənaəti etməklə dərslərinizi edə bilərsiniz, tapşırıqları edə bilərsiniz. İndi güvən testindən bir tapşırığın izahına baxırıq ki, burada uyğunluğu müəyyən edin. Qələm, xlorid turşusu, xörək tuzu, bir də qızıl qaşıq veribdir. Cisim və maddə olmağını araşdırırıq. Cisim nə idi? Bir neçə dəfə istifadə etdiyimiz cisim idi. Qələmi cisim götürürük. Bir də qızıl qaşığı da bir neçə dəfə istifadə edirik cisim. Xörək tuzu və xlorid turşusunu isə yalnız bir dəfə istifadə edirik, maddədir. Sonra maddələr xassələrinə görə 2 cür olur. Fiziki xassələr və kimyəvi xassələri. Əvvəlcə xassə nədir? Maddəni bir-birindən fərqləndirən və oxşarlığını müəyyən edən əlamətlərə maddənin xassələri deyilir. Xassələrinə görə 2 cür olur. Fiziki xassələr və kimyəvi xassələr. Fiziki xassələrin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, istilik və elektrik keçiriciliyi, ərimə və qaynama temperaturu, kimyəvi xassəsinə isə başqa maddələrlə reaksiyaya girməsi, bir də ki, başqa maddəyə çevrilməsi, metallıq, qeyri-metallıq xassəsi daxildir. İndi biz maddənin aqreqat fiziki xassələrinə aid testləri yenə yazacağım, bayaqki kimi. Əvvəlcə fiziki xassələrinə aid birinci
Suala baxırıq ki, görürük ki, oksigen rəngsiz, iysiz, dadsız qazdır. Rəng iyi datara aid idi. Rəngi iyi dadı görürük ki, fiziki xassəsinə aiddir. Bu onda fiziki xassəsinə nə bir plus qoyuruq, rəngsiz, iysiz, dadsız qazdır. Sonra hidrogen xlor ilə işıq şüalarının təsiri altında reaksiyaya daxil olması, başqa maddələrlə reaksiyaya daxil olması kimyəvi xassəsidir. İkinciyə kimyəvi xassə qeyd elədik. Saf su 0 dərəcədə donur, 100 dərəcədə qaynayır. Bunun fiziki mi, kimyəvi mi xassəsinə aid olmasını siz özünüz yazarsınız. Nömrəni yenə qeyd eləyirəm. 051 579 17 43 055 579 17 43. Sonra gümüş elektriki ən yaxşı keçirən metaldır. İstilik və elektrik keçiriciliyi fiziki xassəyə burada istilik və elektrik keçiricilik yazılıbdır. Bu birlərin hamısını bir bayaqki kimi yazacağım. Onu da atarsınız cavabları. Burada bu 16 sualın 2 dənəsini özüm izah elədim. Digər 14 dənə sualın izahını siz mənə ataysınız. Hər biri də görünür. Məncə 14 sualın izahını ataysınız. Sualın izahını atmaq üçün yenə eyni nömrə 051 579 17 43 055 579 17 43 nömrəsinə izahları ata bilərsiniz. Maddələrin 3 aqreqat halı var. Bərk, maye və qaz. Maddələr bərk haldan maye hala keçmə prosesinin adı ərimə, mayədən qaza keçmə, buxarlanma, qazdan mayəyə kondensləşmə, mayədən bərkə donma və yaxud da ki, digər adıyla kristallaşma, bərk haldan qaz hala keçmə isə sublimasiya adlanır. Qazdan bərkə əks proses desublimasiya adlanır. Bərk maye qaz istiqamətində maddənin sıxlığı azalır. Sıxlıq azalırsa maddənin məsafələrə indi baxaq. Bərk maye qaz istiqamətində görürük ki, şəkillərə baxaq. Bərk nizamlı düzüdür, maye ilə qazlar isə nizamsız düzülüşüdür. Bərk maye qaz istiqamətində məsafə görürsünüz ki, bərklərin məsafəsi az, qazların aradakı məsafə qazlarda çox olur. Bərk maye qaz istiqamətində molekullar arası məsafə artır. Məsafə artan zaman cazibə qüvvəsi zəifləyir. Bilirik ki, bərk maye qazda sıxlıq azalır. Sıxlıq azalırsa, bərk böyükdür rho maye, rho da böyükdür rho qaz. İstisna olaraq suda suyun sıxlığı böyük olur, bərkin sıxlığından, o da böyük olur su buxarının qazın sıxlığından. Bunların hamısını mən qeyd eləmişəm bir. Bərkdən mayəyə keçmə prosesini yəqin ki bilirsiniz ki, ərimə, mayədən bərkə donma, kristallaşma, mayədən qaza buxarlanma, qazdan mayəyə kondensləşmə, bərk haldan qaz hala keçmə sublimasiya, qazdan bərkə keçmə isə desublimasiya prosesləri adlanır. Bu proseslər çox asan yadda qalır deyə onun üstə çox qalmıram. Sonra buradakı testə baxaq indi. Aqreqat halını müəyyən edin. Birincidə görürsünüz ki, suyu bərkə şəkil əsasən birinci su, ikinci X-dən Y-ə sudan bərkə keçib donma, Y-dən Z-ə keçmək isə bərk haldan qaz hala keçmək sublimasiyadır. Deyir ki,
Sublimə prosesi üçün aşağıdakilərdən hansı doğrudur? Sublimə prosesi üçün soyudulduqda baş verir? Yox, soyudulduqda yox, isti olanda baş verir. Məsafə artır, doğrudur. Sıxlıq azalır, doğrudur. Sublimasiyada bir də həcm azalır. Xeyr, həcm artır. 2, 3-dür doğru cavab. Sıxlıq azalır deyirsə, bərk maye qaz istiqamətində olan keçidi göstərir. Kristallaşma nə idi? Mayədən bərkə keçid. Desublimasiya nə idi? Desublimasiya qaz halından maye halına olan keçid. Kondensasiya nədir? Kondensasiya qazdan mayəyə keçid, donma maye haldan bərk hala keçid, amma buxarlanma mayədən qaza keçiddir. Bu zaman sıxlıq azalır. Sonra deyir ki, burada suyun aqreqat halına uyğun sıxlıqları müəyyən edin. Suyun sıxlığı maye halında olan sıxlıq bilirik ki, qaz bərkdən böyükdür, o da qazdan böyükdür. Yəni B böyükdür A, o da böyükdür C olmalıdır. O şərti elə getdi. Sonra maddələr ərimə maddələr bilirik ki, bərk halda maddələr bərk maye qaz halında olur. Buradan qrafikdən görürük ki, bərk halda nə qədər ərimə temperaturuna qədər bərk, ərimə temperaturu ilə qaynamağa ərimə temperaturundan sonra maye hala başlayır. Bax, bu arada olan qrafik isə ərimə nöqtəsini göstərir. Bax, bu nöqtə ərimə nöqtəsidir. Maye halından qaynamaya qədər olan temperatur isə qaynama temperaturunu göstərir. Yəni, maddənin bərk halından maye halına keçdiyi temperatur ərimə temperaturu, maye haldan qaz halına keçmə temperaturu isə qaynama temperaturu adlanır. Maddə ərimə temperaturundan aşağı halda bərk, ərimə ilə qaynama arasında maye, qaynamadan yuxarıda isə qaz halında olur. İndi testlər üzərindən baxaq. Görürük ki, saf maddəni deyir, sabit təzyiqdə qızdırılması zamanı onun temperaturunun zamandan asılı qrafikinə əsasən uyğunluğu müəyyən edin. Buradan görürsünüz ki, 20 dərəcədən ilk dəfə ərimə temperaturu 90 dərəcədir. T ərimə. T qaynama isə 180-dir. T ərimə temperaturu 90, qaynama isə 180-dir. 20 dərəcədə maddənin aqreqat halı. 20 dərəcədə maddənin aqreqat halını öyrənmək üçün ilk dəfə ərimə temperaturundan görürsünüz ki, aşağıdır. Ərimə temperaturundan aşağı olarsa, bu ərimədən aşağıdırsa, bərk. Sonra maddənin qaynama temperaturu 180-dən, qaynama nədir? Qaz halından yuxarı olan temperatur 180-dən yuxarı 181-dir. 100 dərəcədə maddənin aqreqat halı, 100 dərəcə 90 ilə 180 aralığında yerləşir deyə maye. 80 dərəcədən deyir mənfi 80 dərəcədən 10 dərəcəyə qədər azaldanda 80 dərəcədə hansı aqreqat halındadır? 80 dərəcədə eləcə 80 dərəcədən 10 dərəcəyə azaldanda 80 dərəcədə 180 yox, burada səhv yol vermişəm. 180 dərəcədə görürük ki, qaz halında, 10 dərəcədə isə bərk haldadır. Qazdan bərkə desublimasiya. 60 dərəcədən 200-ə qaldıranda 60 dərəcədə maye, 200-də isə qaz olur. Mayədən qaza isə buxarlanma.
Maddələrin sıxlığı haqqında məlumata keçək. Maddələrin sıxlığı maddənin kütləsinin maddənin həcminə olan nisbətinə maddənin sıxlığı deyilir. Sıxlıq rho bərabərdir m bölək v düsturu ilə hesablanır. Bunu bilirsiniz. Rho bərabərdir m bölək v düsturu ilə sıxlıq hesablanır. Bunu bilirsiniz. Qazlar üçün maddənin kütləsi həcmlə düz maye halında olan maddələr üçün kütlə həcmlə düz asılıdır. Sıxlıqdan isə nə kütlə, nə də həcm asılı deyil. Yəni sual versələr ki, maye halında olan maddələrdə MV-dən necə asılıdır? Düz. Rho M-dən, Rho V-dən asılı deyil. Qaz halında olan maddələr üçün Rho M-dən düz asılıdır, Rho V-dən tərs asılıdır. Bunu da gördük. Burada məsələ var ki, bir-birində həll olan 100 milli X və 150 milli Y mayələrin qarışdırılır. Alınan məhlulun sıxlığını müəyyən edin. 50 qramda 75 həll olursa, 100 qramında 150 həll olur. A-mız X-imiz üçün 150, Y-imiz üçün deyir ki, 100 qramında 75 həll olur, 150 qramında isə 200. Biz burada bilirik ki, Rho bərabərdir M1 V1, M-lərdə toplayırıq, V-lərdə toplayırıq, həcmlərdə, kütlələrdə toplayırıq. Gördük ki, M-lərin kütləsi A üçün 100 qram tapdıq kütləsini, sonra X üçün 100 qram, Y-in də kütləsi 100 qramdır. X-in kütləsini 150 qram tapdıq. Nətər? 50 millidə 75 qram həll olur, 100 millidə 150 qram həll olacaq. X-imizi 100 qram, Y-imizi də özü 150 qram Y kütlələri toplayırıq. Sonra sonuncuda isə nə qayırıq? Həcmləri Rho bərabərdir M bölək V düsturundan M1 V1 plus M2 M1 plus M2 bölək V1 plus V2 düsturuna əsasən hesablanır. Buradan indi tapşırıqlara baxaq. Deyir, maye qaz çevrilməsi zamanı sıxlıq, mayədən qaza sıxlıq azalır. Bunu bilirsiniz. Birincinin doğru cavabı azalır olmalıdır. İkinci, qazdan mayəyə məsafə. Qaz halındakı olan məsafə maye halından olan məsafədən böyükdür. Yəni qazdan mayəyə məsafə kiçilir. Bu da azalır olmalıdır. Bərk maye çevrilməsi zamanı məsafə bərkdən mayəyə artır. Qaynama zamanı, qaynama nə idi? Maye haldan qaz halına keçmə. Mayədən qaza keçən zaman məsafə artır, sıxlıq azalır. Sublimə zamanı sıxlıq, sublimə bərkdən qaza keçiddə sıxlıq azalır. Kondensləşmə zamanı məsafə. Kondensləşmə nə idi? Qazdan mayəyə keçid. Qazdan mayəyə keçid zamanı məsafə azalır. Molekullar arası məsafə artdıqca sıxlıq, məsafə artanda sıxlıq azalır. Gələn dərsimizə maddələrin təsnifatı haqqında məlumat verəcəm. Sizi Uğur Akademinin gələn videolarda gözləyirik.